Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 26-sında İsrail dövlətinin Xarici İşlər naziri Gideon Sarı qəbul edib. Today Press TV xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlanıb. Həmin görüş əsnasında iki tərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirilib. Ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulanıb. Kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edilib. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunulub. Eyni zamanda hökumətlərarası komissiyanın rolu qeyd edilərək bu yaxınlarda komissiyanın növbəti iclasının keçirildiyi vurğulanıb. Gideon Sarı onu bu səfərdə böyük biznes və işgüzar dairələrin nümayəndələrinin müşahidə etdiyini deyərək, səfər çərçivəsində keçiriləcək Azərbaycan-İsrail Biznes Forumunun ölkələrimiz arasında iqtisadi ticari əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. O, Azərbaycanda Yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Namiq Abbasov, Today Press TV.